Neftçaladan danışacağıq. Neftçalada balıq festivalı keçirildi ötən gün. Çox maraqlı olub festival və əsas məqsəd nədir? Balıqçılıq ənənələrini inkişaf etdirməkdir. Gəlin izləyək, görək festivalda başqa nələr yaşanıb. Balığı Neftçalada yeyərlər devizi altında keçirilən festivalda müxtəlif növ təzə və hisə verilmiş balıqlar, həmçinin balıq məhsullarından hazırlanmış xüsusi təamlar təqdim edilir. Bizim rayonumuzda Neftçalada ilk dəfə də balıq festivalı keçirilir. Yəni bu bizim üçün həqiqətən böyük bir şərəfdir. Qonaq qapılarımız açıq olub bütün rayon ölkə üzrə. Bugün də balıq festivalının bizim bu rayonda keçirilməsi həqiqətən də möhtəşəm bir işdir. Bugün Neftçalada balıq festivalında iştirak edirik. Azərbaycanın hər bir bölgəsindən burada qonaqlar görürük təbii ki. İlk növbədə bizim də marağımıza səbəb olub. Gələn qonaqların da artıq çöhrəsindən bəllidir ki, bugün məmnundular. Kür çayında qayıqla gəzinti, balıq tutma yarışları və çaya 10.170 ədəd nərə cinsli balıqların buraxılması böyük maraqla qarşılanıb. Mənim üçün çox maraqlıdır. Balıq festivalı məncə olmamışdı, bəlkə də olmuşdu. Ancaq bu dəfə xəbər tutduq ki, bəs Neftçalada balıq festivalı keçirilir. Ona görə gəldik, gördük. Çünki vətənimizin yeraltı, yerüstü sərvətləri bizim üçün çox əzizdir. Biz də istəyirik ki, bizim məhsullar hər yerdə yüksək səviyyədə qiymətləndirilsin. Balıq yarmarkasının Neftçala rayonunda keçirilməyi təsadüfi deyildi. Neftçala tarixən balıqçılıq ənənələri olan bir rayondur. Bu həm rayonun mədəniyyətinin bir hissəsidir, həm mətbəxinin bir hissəsidir. Eyni zamanda Neftçala balıqçılıq, eyni zamanda akvakultura ilə bağlı ixtisaslı kadrların yetişdirilməyində burada böyük rol olmuşdur. Balıqçılıq tarixən bu rayonun əsas məşğuliyyətlərindən biri olmuşdur. 2025-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən bölgələrdə məhsul festivallarına start verilmişdir. İl ərzində artıq 19 bölgədə məhsul festivalı keçirilmişdir. Bu məhsul festivalların keçirilməsində əsas məqsəd istənilən bölgədə torpaq, hava, iqlim şəraitinə uyğun olaraq məhsul ətrafında klasterin formalaşdırılmasıdır. Həmin bölgənin həm daxildə, həm kənarda təbliği həyata keçirilməsidir. Tədbir incəsənət ustalarının çıxışları, konsert proqramları və interaktiv şoularla davam etdirilir. Qeyd eləyək ki, ilk balıq festivalında ümumilikdə 1500 kiloqram Xəzər dənizinin, Kür çayının və balıqçılıq təsərrüfatlarının balıq məhsulları, eləcə də 42 növ digər aqrar məhsullar satışa çıxarılıb.